Salam əziz izləyicilərim, hər vaxtınız xeyir olsun. Bugün ərik kompotu hazırlayacağım və istəyirəm ki, sizlərlə də paylaşım. Videomu izləməmişdən əvvəl hələ də kanalıma abunə deyilsinizsə, həmçinin gələcək videolarımdan xəbərdar olmaq istəyirsinizsə, kanalıma abunə olun. Şərh bölməsində öz dəyərli fikirlərinizi mənimlə paylaşmağı unutmayın. Kompot hazırlamağa keçmədən əvvəl bankalarımızı yaxşı-yaxşı yuyuruq, həmçinin meyvələrimizi yaxşı-yaxşı yuyuruq və başlayırıq kompotumuzu hazırlamağa. Məndə ərik sortu belə xırda və şirin növdür. Siz istədiyiniz ərik sortundan istifadə edə bilərsiniz. İlk öncə çərdəklərini çıxardıb, xırda-xırda bankanın ağzına girəcək şəkildə doğrayırıq. Çürük və zədəli yerləri varsa kəsib atırıq. Deməli xanımlar, bankalarımın yarısını yarıyacan əriklə doldurdum. Yarısını isə yarıyacan həm ərik, həm də gilanarla doldurdum. Həmçinin bu zaman ərzində ocağın üzərinə qazanda su və çaynikdə su qoyuruq ki, qaynasın. Şəkər tozu əlavə etdikdən sonra qaynar su töküb bankalarımızı sterilizə edək. Hər 1 litrlik banka üçün şəkər tozu 1 stəkan başından 1 barmaq əksik qədər əlavə edilir. Şəkərli sevənlər 1 dolu stəkan qədər də şəkər tozu əlavə edə bilər. Şəkər tozumuzu da bankalarımıza əlavə etdikdən sonra başlayırıq çaynikdən qaynar su töküb bankalarımızı qazana qoyub sterilizə etmək. Qazana qoymadan əvvəl qazanın dibinə mətbəx dəsmalı qoyaq ki, bankalarımızı içərisində qaynar suyun içərisinə qoyduğumuz zaman partlamasın. Qazana qoyduğumuz kompot bankalarımızı minimum 8-9 dəqiqə ərzində sterilizə edirik. Banka qapaqlarımız yeni olmalıdır. Həmçinin bağlamadan əvvəl qaynar suyun içinə salıb çıxardaq ki, qapaqlarımız da sterilizə olsun. Bankalarımızın ağzını bağladıktan sonra əlimizlə silkələyək ki, dibinə çökmüş şəkər tozu meyvənin suyu ilə, şirəsi ilə yaxşı-yaxşı qarışsın. Mən bankaları bağladıktan sonra belə adyalın arasına bankalarımı bükürəm ki, meyvələr içərisində tam yetişsin. Səhərsi günü qaldırıb sərin və qaranlıq yerə qoyuram. Budur xanımlar, çox gözəl, rəngli, ətirli kompotlarımız alındı. Siz də əriyin mövsümü ötməmiş kompotlar hazırlayın. Sağ olun, gələcək videolarımda görüşənədək.